Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz Afrikanın və Avstraliyanın daxili sularından olacaqdır. Deməli, ilk öncə biz Afrikanın daxili sularından başlasaq, bunu deyə bilərik ki, Afrikanın daxili suları, yadda saxlayaq ki, Atlantik Okeanı hövzəsinə, Hind Okeanı hövzəsinə və daxili axarsuz hövzəyə aid ediləcəkdir. Bir daha qeyd edək, Afrikanın çayları demək hansı hövzəyə aiddir? Bir hissəsi Atlantik Okeanı hövzəsinə, bir hissəsi Hind Okeanı hövzəsinə, bir hissəsi isə daxili axarsuz hövzəyə aid olacaqdır. Afrikanın biz ilk öncə çaylarından başlasaq, biz görə bilərik ki, Afrikanın əsas hissəsi tropik əraziləri tutur. Ona görə tropik enliklərdə çay şəbəkəsinin sıxlığı zəifdir. Lakin subekvatorial və ekvatorial zonalarda isə çay şəbəkəsi sıxdır və əsasən bol sulu çaylardır. Deməli, biz ilk öncə dünyanın, həmçinin Afrikanın ən uzun çayı olan Nil çayından başlayaq. Gördüyümüz kimi Nil çayı, yadda saxlayaq ki, iki böyük qoldan Ağ Nil və Mavi Nil qollarından ibarətdir. Öz mənbəyini Afrikanın mərkəzində olan göllərdən götürürlər və Nil çayı gəlib Aralıq dənizinə tökülür və mənsəbində delta əmələ gətirən çaydır. Nil çayı Afrikanın şimalında yerləşən bütün iqlim qurşaqlarında yerləşir. Yəni ekvatorial iqlim, subekvatorial, tropik və subtropik iqlimdə yerləşir və subtropik iqlimdə Aralıq dənizinə tökülür. Nil çayı, yəni belə deyə, ərazi olaraq Afrikada çox böyük rol oynayır. Çünki Nil çayı xüsusən suvarmada çox geniş istifadə olunur. Biz bildiyimiz kimi Nil çayı quru ərazilərdən geniş formada deməli keçir və bu ərazilərin suvarılmasında, əkinçiliyin inkişafında çox mühüm rolu vardır. Nil çayı suvarmada istifadə edildiyi üçün onun üzərində su anbarları da çoxdur, lakin biz əsas 2 dənə böyük su anbarından danışacağıq. Yadda saxlayaq ki, Nil çayı üzərində 2 böyük su anbarından danışa bilərik. Bunlardan biri Victoria su anbarı, ikincisi isə Assuan və yaxud da buna Nasir də deyirlər, su anbarlarıdır ki, bunlar Nil çayı üzərində qurulmuş ən əsas su anbarlarıdır və yenə də deyirəm, bu Nil çayının yursulu dövründə sular su anbarlarına doldurulur, lakin quraqlıq dövründə isə suvarmada və digər məqsədlər üçün istifadə edilir. Afrikanın digər böyük çaylarından biri Kongo çayıdır. Gördüyünüz kimi Kongo çayının Kasai və Ubangi kimi geniş böyük qolları mövcuddur. Və Kongo çayı, yadda saxlayaq ki, ekvatorial iqlim qurşağında yerləşir. Gördüyümüz kimi ekvator xəttini hətta 2 dəfə kəsir və əsas hissəsi ekvatorial iqlim qurşağında yerləşdiyi üçün bu çay il boyu bol sulu olur. Bir daha qeyd edirəm, il boyu bu çay bol sulu olacaqdır. Ekvatorial ərazilərdə ekvatorial yağışlarla qidalanır və ona görə də ekvatorial ərazilərdə il boyu yağıntı çox düşdüyü üçün Kongo çayı da il boyu bol sulu olur. Kongo çayının çox böyük hidroenerji potensialı var. Yəni bu çay üzərində su elektrik stansiyalarının tikilməsi məqsədə uyğundur. Kongo çayı deməli gördüyümüz kimi Atlantik Okeanı hövzəsinə aid olan çaydır. Atlantik Okeanına tökülür və mənsəbində estuari əmələ gətirən çay olacaqdır. Deməli, Kongo çayının üzərində dünyaca məşhur şəlalələr var. Bu çayın üzərində belə deyək, biz Livingstone şəlaləsinin, Stenley şəlaləsinin, həmçinin qolların üzərində isə Visman şəlaləsini deyə bilərik ki, bu Kongo hövzəsinə aid olan əsas şəlalələrə aid olacaqdır. Deməli, biz Afrikanın digər çayından danışsaq, bu çaya biz Niger çayını gördüyümüz kimi aid edə bilərik. Niger çayı da Afrikanın ən əsas, ən böyük çaylarındandır. Deməli, Qvineya körfəzinə tökülür və yadda saxlayaq ki, Greenwich meridianı Niger çayını kəsdiyi üçün hövzəsi 3 yarımkürədə şimal, şərq və qərb yarımkürələrində yerləşəcəkdir. Və qeyd etdiyimiz kimi Qvineya körfəzinə töküləcəkdir. Və həmçinin bir daha qeyd edirəm, bu çay suvarmada çox geniş formada istifadə olunur. Əsasən yağıntı sularının, yəni bu çayın qidalanmasına rolu böyükdür. Digər burada böyük çaylardan biri Volta çayıdır. Gördüyümüz kimi Volta çayı da bu ərazinin ən əsas çaylarındandır.
Bu da Qvineya körfəzinə tökülür. Atlantik Okeanı hövzəsinə aid olan çaydır. Üzərində elə eyni adlı Volta su anbarı tikilmişdir və suvarmada geniş formada istifadə edilir. Afrikanın Atlantik Okeanı hövzəsinə aid olan digər bir çayın biz Senegal çayını deyə bilərik. Bu da gördüyümüz kimi Atlantik Okeanı tökülür. Həm də ki cənubda biz Oranj çayını da deyə bilərik ki, Oranj çayı da əlbəttə ki deməli Atlantik Okeanı hövzəsinə aid olan çay olacaqdır. Afrikanın digər böyük çaylarından biri Zambezi çayıdır. Zambezi çayı cənub subekvatoral iqlim qurşağında yerləşir. Ona görə Zambezi çayı yay aylarında, yəni cənubun yay ayları biz bilirik ki, dekabr, yanvar, fevral aylarında bol sulu olur və bu çaydan suvarmada geniş formada istifadə olunur. Xüsusən qış aylarında suvarmada geniş formada istifadə olunur. Belə deyək, bol sulu dövründə suyundan qənaətli şəkildə istifadə etmək üçün, yəni onu bir yeri toplamaq üçün üzərində su anbarları tikilmişdir. Yadda saxlayaq ki, bu su anbarlarından da ən əsasları biz nümunə göstərə bilərik. Kariba və Kaborra Bassa su anbarları ən əsas su anbarlarıdır. Yenə deyirəm, Zambezi çayının bol sululuq dövründə onun suyu bu anbarlara toplanır və qıt sulu dövründə bundan əsasən suvarmada və digər məqsədlərlə istifadə olunur. Hind Okeanı hövzəsinə aid olan digər bir çay isə Limpopo çayıdır. Bu da cənub tropik xəttini 2 dəfə kəsən çaydır və Hind Okeanına töküləcəkdir. Biz Afrikanın göllərindən danışsaq, Afrikada gördüyümüz kimi çoxlu göl var, xüsusən ekvatorial və subekvatorial enliklərdə. Burada biz Çad gölün, Tana gölün, Albert gölün, Rudolf gölün, Victoria gölün, Tanganyika, Nyasa kimi nəhəng göllər, həmçinin nisbətən kiçik göllər olan, yəni bu göllərə nisbətən daha kiçik olan Veru gölləri, Banguella göllərin nümunə göstərə bilərik ki, bunlar Afrikanın ən əsas gölləridir. Həmçinin Afrikanın ən alçaq nöqtəsinin yerləşdiyi Assal gölü də Afrikada yerləşən göllərdəndir. İndi biz burada yerləşən ən əsas göllərdən danışsaq, birinci Victoria gölündən danışa bilərik ki, yadda saxlayaq ki, Victoria gölü şirin suludur, axarlıdır, tektonik əyilmə zonasında, tektonik sınma yox, tektonik əyilmə zonasında yerləşir. Ona görə də tektonik sınmada yerləşən göllərə nisbətən daha dayazdır. Hardasa orta dərinliyi 80 metrə yaxındır. Bu ərazidə yerləşən digər əsas göllərdən biri Tanganyika gölüdür. Tanganyika gölü də tektonik sınma, yəni ki, Qrabində yerləşən göldür. Dərinliyinə görə dünyanın ən dərin ikinci gölüdür. Dərinliyi təqribən 1500 metrə yaxındır. Dəqiq desək 1470 metrdir. Və şirin sulu göldür, axarlı göldür, tektonik sınma, yəni Qraben mənşəli göl hesab ediləcəkdir. Və yenə deyirəm, çox dərin, uzunsov göldür. Bu Şərqi Afrika sınma zonasında yerləşir. Şərqi Afrika sınma zonasında yerləşən, dərinliyi çox olan və bu da uzunsov bir formada yerləşən digər bir göl Nyasa gölüdür, şirin sulu göldür, axarlıq göldür, Qraben mənşəli göldür. Digər Qraben mənşəli göl Rudolf gölüdür. Bu da tektonik sınma zonasında yerləşir, şor sulu göldür və axarsız göldür. Və nəzərinizə çatdırım ki, Victoria və Tanganyika gölləri Atlantik Okeanı hövzəsinə aid olacaqdır. Həmçinin Nyasa gölü. Digər, çünki buradan başlayan çaylar və onun qolları, yəni Atlantik Okeanı töküldüyü üçün belə deyək, bunlar Atlantik Okeanı hövzəsinə aid olan çaylar hesab olunur. Çad gölü Afrikanın mərkəzində yerləşən bir göldür. Böyük səhrada vaxtı ikən başqa bir böyük göl olmuşdur, lakin bunun Çad gölü hal-hazırda həmin gölün qalığı hesab olunur. Çad gölü dedik ki, qalıq mənşəli göldür. Yadda saxlayaq ki, axarsız göldür. Amma axarsız olmasına baxmayaraq şirin sulu göl hesab edilir. Yəni dünyada axarsız və şirin sulu olan göllərə biz nadir halda rast gəlinir. Çad gölü də axarsız və şirin sulu göldür. Bunun axarsız olmasına baxmayaraq şirin sulu olmasına səbəbi deməli burada şirin yeraltı suların gölün qidalanmasında rol oynaması, həmçinin Çad gölündə olan duzların gölünün dərinliklərində olan çatlara, çökəliklərə dolması nəticəsində Çad gölü şirin sulu göl hesab edilir.
Həmçinin daxili axarsız hövzəyə aid olan Şari çayı da əlbəttə ki, Çad gölünə töküləcəkdir. Avstraliyanın biz daxili sularına keçid etsək, bildiyimiz kimi Avstraliya materiki dünyanın ən quraq materikidir. Ona görə də Avstraliyada daxili suları, yəni əsasən mərkəzi hissələrdə çaylar çox seyrəkdir. Lakin materikin şərq hissəsində xüsusən belə deyək, böyük su ayırıcı dağları ətrafında çaylar nisbətən daha sıx yerləşmişdir. Səbəb bu ərazilərdə rütubətliliyin nisbətən daha çox olmasıdır. Yenə də mərkəzi hissələrdə, cənub hissələrində isə əlbəttə ki, çayların sıxlığı təbii ki, azdır, şəkildən də görə bilərik biz. Bu zonanın ən əsas çaylarına biz Murray çayı Avstraliyanın ən əsas çayıdır və onun qolu Darling qolu bu zonanın ən əsas çaylarıdır. Yadda saxlayaq ki, Darlingin uzunluğu Murraydən daha uzundur, lakin əsas çay Murray çayı qəbul olunur, Darling onun qolu hesab olunur. Buna səbəb Murray'in suyunun bolsulluğunun Darlingdən dəfələrlə çox olmasıdır. Murray və Darling çayı, yəni əsasən bunlar yağış suları ilə, həmçinin yeraltı sularına qidalanırlar. Mövsüm olaraq suyun səviyyəsi dəyişir və ona görə bu çayların da üzərində böyük su anbarları tikilmişdir. Bu çaylardan suvarmada geniş şəkildə istifadə olunur və bu çayların suvarılması nəticəsində hər hansı bir bostan bitkilərinin, üzüm, tərəvəz və taxıl bitkilərinin suvarılmasında geniş formada istifadə edilir. Daha sonra bu zonanın biz çaylarına Cooper Creek, Eyre Creek çayları nümunə göstərə bilərik ki, bunlar Eyre gölünə tökülən çaylardır. Lakin bu çaylar quruyan çaylardır. Əsasən yay aylarında quruyurlar. Ona görə bunlar creek mənşəli çaylardır. Yəni creek, daha doğrusu creek çaylardır. Yəni bunlar yay aylarında quruyurlar və gedib öz mənsəblərinə çata bilmirlər. Həmçinin materikin şərqində qısa, lakin nisbətən bolsuluğu çox olan çaylar yerləşir ki, bunlar da böyük su ayırıcı dağlarla axırlar. Yəni Avstraliyanın digər çaylarına baxdıqda bu çayların düşməsi nisbətən böyükdür və V şəkilli dərələr əmələ gətirən dib eroziyasının baş verdiyi çaylar hesab edilirlər. Və Avstraliyanın çayları əlbəttə ki, 3 hövzəyə aid olacaqdır. 1. Sakit okeana tökülən çaylar. 2. Hind okeana tökülən çaylar. 3. Daxili axarsız hövzəyə tökülən çaylar. Və Avstraliyanın yadda saxlayaq ki, digər materiklərdən əsas fərqi odur ki, Avstraliyada yəni çayların əsas hissəsi daxili axarsız hövzəyə aiddir. Təqribən çayların 60% daxili axarsız hövzəyə aiddir. Yəni çayların əksər hissəsi daxili axarsız göllərə tökülür. Hardasa 10% qədəri sakit okeana, 30% qədəri isə əlbəttə ki, Hind okeanına töküləcəkdir. Amma əsas çayların yerləşməsi yəni daxili axarsız hövzəyə aid olacaqdır. Biz Avstraliyanın göllərindən danışsaq, Avstraliyanın ən böyük gölü əlbəttə ki, Eyre gölüdür. Eyre gölü Avstraliyanın ən böyük gölüdür və həmçinin Avstraliyanın ən alçaq nöqtəsi də elə Eyre gölü sahillərindədir. Eyre gölü Eyre North və Eyre South gölləri olaraq iki böyük hissəyə bölünür. Bu göl tektonik mənşəlidir. Belə deyək, şor suludur və axarsız göldür. Demək, yadda saxlayırıq ki, Eyre gölünün səviyyəsi kəskin olaraq dəyişir və bəzən gölün səviyyəsi həddən artıq aşağı düşür. Ona görə ətraf əraziləri, yəni gölün ətraf hissələrini böyük duz şəbəkəsi basır. Yəni həddən artıq duzluğu çox olan göldür. Və yadda saxlayaq ki, yenə deyirəm ki, bu göldən hər hansı bir çay başlamır, axarsızdır. Lakin Eyre Creek, Cooper Creek kimi çaylar Eyre gölünə töküləcəkdir. Bu ərazinin digər şorsulu göllərindən biri Torres gölüdür. Bu göldə axarsız və şorsulu göldür. Həmçinin digər göllərindən biri isə Gardiner gölüdür ki, bu Avstraliyanın ən əsas göllərinə aiddir. Daha sonra biz Avstraliyada süni göl olan Argyle gölündən danışa bilərik ki, şirin sulu yadda saxlayaq göldür, lakin süni şəkildə yaradılmışdır. Bu göldən də suvarmada və balıqların yetişdirilməsində geniş şəkildə istifadə olunur. Avstraliyanın digər göllərinə biz səhrai rəngli Hillary gölünü aid edə bilərik. Dünyada belə deyək, nadir
rəngə malik olan göllərdəndir. Çəhrayı rəngdədir və bu çayın çəhrayı, daha doğrusu bu gölün çəhrayı olmasının əsas səbəbi demək bu göldə bakteriyaların çox olması, həmçinin yosunların həyat fəaliyyəti ilə bağlı yaranan maddələr bu gölə deməli çəhrayı rəng verir. Avstraliya ərazisi bir daha qeyd edək ki, buranın çayları, gölləri əlbəttə ki, su tələbatını ödəmir. Lakin Avstraliyada biz bilirik ki, dünyanın ən böyük arteziyan hövzəsi olan Böyük Artesiyan hövzəsi burada yerləşir və bu Böyük Arteziyan hövzəsindən sular çıxarılır və istifadə edilir. Və ona görə bu Böyük Arteziyan hövzəsi Avstraliyanın su ehtiyatlarının ödənilməsində çox mühüm, ən əsas rollardan birini oynayır.